Salam dostlar, arxamda gördüyünüz İtaliyanın simvollarından sayılan məşhur pizza qülləsidir. Gəlin sizə pizza qülləsi haqqında biraz danışım. Pizza qülləsi İtaliyanın Pizza şəhərində Möcüzələr meydanında yerləşən binadır. İnşasına 1174-cü ildə başlanılan bu qüllə cəmi 5 il dik dayana bilib. Buna görə özünə yıxılan qüllə adını qazanmışdı və bütün dünyada öz xarici görkəminə görə tanınmışdı. Çünki qülləyə xaricdən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür. Lakin yerə yaxşı bərkidilmişdi. Nə qədər yaxşı bərkidilsə belə, İtaliya hökumətinin onu düz saxlamaq üçün xərclədiyi pul, onu düzəltmək üçün xərclədiyi puldan çoxdur. Binanın müəllifi Bonanno Pisano'dur. 3-cü mərtəbəsi bitdikdən sonra ağırlıqdan əyilməyə başlayıb. Qüllənin əyildiyini görən memar onu yarımçıq buraxmır və onu hissə-hissə tikirlər. Nəhayət, 200 il sonra pizza qülləsini onun nəvəsi Tommaso Pisano bitirir. Araşdırmalara görə əyilməyin səbəbi qüllənin altındakı gillərin möhkəm olmaması olub. 90-cı illərdə getdikcə daha çox əyilən qüllə bərpa işləri ilə əlaqədar 10 il bağlanıb. Qüllənin dağılmamasının səbəbi isə onun çəksi olduğu deyilir. Bugün isə dünyanın hər yerindən turistlər pizza qülləsini görmək üçün İtaliyaya gəlirlər.